Mən sizə təbrik edirəm hər birinizi yeni təqvim ilinin gəlişi ilə bağlı. Ümumiyyətlə, bu kimi hadisələr, bilirsiniz, ad günüdür, filandır. Bunlar təbiətlə bağlı olan hadisələrdir. O qədər də belə deyək, bayram eləməyə öz-özlüyündə əsas verən şeylər deyil. Məsələn, neçə yaşın var? 50 yaşın. Bir alim deyir ki, bu sənin həqiqi yaşın deyil. Deyir, sən ömrün hamısını təftiş eləsin. Neçə saatı, neçə ili Allaha yaxınlaşmaqda keçib, düzgün yaşamısan, sən o qədər yaşın var. Ömründən o qədər sənin yaş hesablanır. Ona görə 50 yaşda kişi var ki, 1 yaşı var. 1 yaş olsa böyük şeydir. 50 yaşında kişi var ki, 0 yaşı var. Neçə ili faydalı keçirmisənsə, o qədəni yaşamısan. Qalanları günəş fırlanır, yer kürəsi günəş ətrafına dövrür. Onun sənə dəxli yoxdur. İlin də sonunda yaxşı olar ki, adam bir hesabat versin özünə ki, mən bu 1 il ərzində inkişaf elədim, yoxsa gerilədim. İşimdə təkcə yox, özüm böyüdüm. İşim böyüyə bilərəm, özüm kisilə bilərəm. Belə hesabat aparın. Əgər inkişaf eləmişsinizsə Allaha şükür edin və əsl bayram bax odur, sizin o inkişafınızdır. Ona görə Allaha şükür edin.